Sakit və təmkinli, hər zaman formada qalan qalmaqallardan ətəyini yan qaçıran Gülay Zeynallı sənət yeniliklərindən danışdı. Amma elə bilməyin ki, Gülay sakit oturub deyilənlərə əhəmiyyət vermir. Yox, onun lazımı adamlara tutarlı cavabları da var. Mən xəyal sevmişəm, gerçək deyilsən, sən mənim sevdiyim adam deyilsən. Gülay boş dayanmayıb, yeni mahnılar yazdırıb. Üstəlik bu mahnılar qısa müddət ərzində kifayət qədər sevildi. Yeni musiqilərimiz var. İlk öncə bir həzin mahnıdır, Bağışla Mənə adlanır. Sözləri Nazim Əjdərə və musiqisi isə İlhamə Adil qızına məxsusdur. Çox gözəl musiqidir, həddindən artıq. Hərdən yandırırsan, hərdən yaxırsan, sənlə güllərimi bağışla məni. İkinci mahnımız isə oynaq bir musiqidir. Özbək mahnısıdır. Sadəcə olaraq biz onun yeni sözlər yazdırmışıq. Aranjman ilkinə məxsusdur. Oyna adlanır. Zamanə mahnısıdır. Gəlsin bizim mahnımız, durma oyna, rəqs eləyək hamımız, oyna. Bu oyna biraz çörəkli mahnıdır. Anam deyir ki, belə şeylər oxuma. Xalq mahnıları oxu, biz digər mahnıları oxu. Deyirəm, amma yox, belə şeylər də lazımdır, oxumaq lazım. Gülay acığa düşüb Özbək mahnısını anonim kimi təqdim edəcəyini söylədi. Heç araşdırmamışam, əcəb eləyirəm. Bəli, kim bizim mahnını oxuyur, deyir anonimdir. İndi mən də harda oxusam deyəcəm anonimdir. Bizim çox musiqilər var ki, ifaçılar tərəfindən ifa olunub. O mahnılar türk mahnılarını, türklər bizim mahnıları oxuyur. Hamısı demək olar bizim mahnıları oxuyur. Biz oxuyanda olmuyor. Gülay sevənlər üçün yeniliklər bununla yekunlaşmır. Gözünüz, qulağınız bizdə olsun ki, daha hansı xəbərlər var biləsiz. Bu yaxınlarda bir musiqimiz artıq hazırdır, onu da ifa eləyəcəm. Elmirə xanım Rəhimovadan çox gözəl bir musiqidir. Heç kim onu ifa eləməyib. Düzdür, mən son zamanlarda bir 3-4 dənə mahnı oxumuşam ki, artıq o mahnının sonradan bəxti açılıb. Amma ki, yəni bu musiqini də heç kim eşitməyib, Elmirə xanım repertuarındandır. Yəni bacardığım qədər istəyirəm ki, bütün təbəqənin zövqünü oxşamağı bacarım. Bəzilərindən fərqli olaraq ifaçı öz ruhuna uyğun olmayan mahnı sözlərini nə qəbul edir, nə də ki oxuyur. Mən düzdür, sözlərə çox böyük əhəmiyyət verirəm, həddindən artıq. Mahnını da seçəndə ilk növbədə onun sözlərinə qulaq asıram. Elə bir də görürsünüz ki, mahnının sözləri yazılır. Deyirəm ki, qardaş, bunu mənə milyon da versələr, mən bunu oxumaram, bu sözlər mənlik deyil. Amma belə, yəni ürəyimə yatımlı sözlər olmalıdır, musiqi də olmalıdır. Mən heç vaxt bir musiqini ifa eləyəndə düşünmürəm ki, bu mahnı tutsun, bu belə olmalıdır, elə olmalıdır, yox. O mahnını mən sevirəmsə, mən bəyənirəmsə, mən onu ifa eləyirəm. Mehriban ailənin şirinliyini dadan Gülay ailəsi haqqında da danışdı. Onu yerə göyə sığdıra bilmədi. Ailə qurub olmalı, Allahın verdiyi ən gözəl nemətdir. Yəni o övlad hissi, o ailə hissi, o heç bir şeylə müqayisə olunası bir şey deyil. Şükür eləyirəm ki, sənətimlə, ailəmlə, yəni bu ikisində bir, yəni yürüdə bilirəm. Yəni çünki bunu mənə dəstəkləyən insan var ailəmdə və o hansı ki insanlar deyir ki, bunu amma hansı ki insanlar deyir, yox karyeramı qurum, nə bilim belə elə. Mən belə düşünürəm ki, ailədən vacib gözəl heç bir şey yoxdur. Amma onu da deyim ki, 100% onu deyən xanıma sabahsın kimsə gəlib ailə qurmaq təklifi eləsə, o karyeranı qoyacaq, qaçacaq ailə quracaq. Gülayın övladı üçün prinsipləri də var. Mən onu tez-tez məclislərə aparmıram. İndi hansı aparmışam, yəqin orada rastlaşmışıq. O uşaqdır, uşaq körpədir hələ. Müəyyən yaşa qədər yola vermək lazımdır. Amma müəyyən yaş var ki, o yaşdan sonra ərkönlükdür. Mən Kamilin qızıyam, mən Gülayın qızıyam. Bu şeylər heç vaxt olmayacaq. Çünki insan çətinliyə də öyrəşməlidir, yox sözünə də öyrəşməlidir. Mən heç vaxt istəmərəm ki, mənim övladım ərkönlü olsun. Gülay, sonda biz də sənə sənətində, həm də ailə həyatında uğurlar arz edirik.